iyi belədir. 36 nömrəli qapçı Elməddin Sultanov, 5 Kamil Hüseynov, 11 kapitan İlham Allahverdiyev, 44 Samir İbrahimov, 10 Elşən Abdullayev, 4 Rubin Seyidov, 33 Luka Stefanoviç. Top qazonda ot örtüyündə olarkən maraqlı vəziyyət görünəcək bu vəziyyətdə. Meydan sahibləri cərmə zərbəsini yerinə yetirir və gol! Erkən golla Baku Sporting hesabı açır. 33 nömrəli futbolçu Luka Stefanoviç. Xəyyam Məmmədli həmlə davam edir, uzaqdan zərbə qapçı yerindədir. Elməddin Sultanov yerlə ötürmələr əksər hallarda keçməyəcək. Luka Stefanoviç. Elşən Veysov. Toqquşma nəticəsində futbolçu yıxıldı və qırmızı vərəqə. Nə baş verdi orada? Əkbər Əhmədov birbaşa qırmızı vərəqə göstərdi Baku Sportingin futbolçusuna. Əkbər Əhmədov fitini səsləndirdi. Vüsal Əliyev birbaşa qapıya, qapı direği. Pablo Enrique birbaşa qapıya. Düşüncə mükəmməl idi. Ramin Abdullayevin pası, Ruslan Varantsov qapıya zərbə və top qapıdan keçdi, gol! Ruslan Varantsov 1-1. Ruslan Varantsov 1-1 edir hesabı. Baku Sporting 1, Şahdağ Qusar 1. Şahdağ Qusar fanatları necə sevinirlər. Elnur Abdullayev də qola sevindi və təbriklərini çatdırır komandasına, futbolçularına. Ruslan. Meydan sahiblərinin hücumu. Rubin Seyidov out'u yerinə yetirdi. Qapıya zərbə, gol! Bu nə gol idi belə? Bu nə goldu belə? Mükəmməl gol! Xəyyam Məmmədli 2-1. 10 nəfərlə ikinci qolu vurur Baku Sporting. Xəyyam Məmmədli super gol. Baku Sporting öndədir 2-1. Elşən keçdi bir rəqibini, ötürmə cərmə meydançasına. Top Famil Camalova deyərək. Varantsov artıq cərmə meydançasında. Ruslanın pası pis deyil. Toru üstdən silkələdi Ruslan Varantsov. Rahid Əmirquliyev saxlamadan birbaşa qapıya, daha bir zərbə və kücdən zərbəyə çevrildi. Artıq düşünürəm ki, final fiti səslənə bilər. Saatına da baxdı baş hakim və beləcə görüş bitdi. Baku Sporting 2, Şahdağ Qusar 1. Təbrik edirik Baku Sporting komandasını.